Ötən gün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının icrasına həsr olunmuş dəyirmi masada gələcəkdə qarşıda duran əsas məsələlərdən danışdı. Yeni avtomobil yollarının, metro stansiyalarının tikintisindən söhbət açıldı. Həyata keçirilən və planlaşdırılan layihələr Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığının azalmasına və hərəkətin daha təhlükəsiz şəkildə təşkil olunmasına xidmət edəcək. Ümumiyyətlə, bu layihələr növbəti illərdə yol infrastrukturunda hansı yeniliklərə səbəb olacaq? Nəqliyyat eksperti Eldəniz Cəfərov izləyək. Mən sizin diqqətinizi bu müzakirələrdə əsasən ictimai nəqliyyatla bağlı məsələlərə çəkmək istəyirəm. İctimai nəqliyyatın avtobus segmenti gücləndirilir. Bu yaxşı əlamətdar haldır. Avtobus sayı artıq 2300-ü keçib Bakı şəhərində və bu avtobuslarda qeyri-nağd ödəmələrin də faizi 85-ə çatıb. Bir əlamətdar da məsələ var ki, avtobus parkı yalnız yeni avtobusların gətirilməsi ilə deyil, həm də köhnə avtobusların dövriyyədən çıxarılması ilə yenilənir. Və burada dövlətlə yanaşı özəl daşıyıcı şirkətlərin də payı ilbəil artır. Yəni, özəl daşıyıcılar artıq ictimai nəqliyyatda işləməyin rentabilli olacağını düşünərək və həmçinin qanunvericilikdəki dəyişikliklərdən çıxış eləyərək marşruta buraxılan avtobusları yeniləyirlər. Həm də bu avtobuslar əsasən ekoloji cəhətdən təmiz nəqliyyat vasitələridir. Və bu da deməli, ictimai nəqliyyatın avtobus segmentində həyata keçirilən əsas islahatların nəticəsi kimi qiymətləndirmək olar. Daha sonra metro stansiyaları artıq məlumdur ki, Bakı şəhərində daha 10 stansiya qarşıdan gələn illər ərzində tikiləcək və bəziləri artıq demək olar ki, inşa olunub. Və bir məsələ də var ki, Bakı şəhəri yeraltı nəqliyyatı da gücləndirməyə doğru gedir və metroda qatarların yalnız sayını artırmaqla deyil, keyfiyyətli xidmət göstərməklə, rəqəmsal xidmət göstərməklə sərnişinlərin vaxt itkisində qarşısı alınır. Daha sonra biz dəmir yolunu da qeyd edə bilərik. Dəmir yolu artıq Bakı və ətraf ərazilərin ictimai nəqliyyat sisteminə, qovşağına adaptasiya olunub. İctimai nəqliyyatı gücləndirən, onu daha da şaxələndirən növbəti nəqliyyat vasitəsi tramvaydır və artıq tramvayların təxmini marşrutları da məlumdur. Sibris, Mehdabad, Binəqədidən keçməklə Azadlıq prospekti ərazisi ilə birbaşa 28 may metro stansiyasına tərəf bu tramvay xətti də çəkiləcək. Daha bir marşrut da mövcuddur, amma o hələ təsdiq olunmuyub. Amma təkliflər var. Bu marşrut da Bayıl ərazisindən Xətai rayonu istiqamətinə növbəti bir tramvay yolunun çəkilməsidir. Gördüyünüz kimi, qarşıdan gələn illər ərzində ictimai nəqliyyatın şaxələnməsi Bakı və ətraf ərazilərdə yaşayan insanların sərbəst hərəkətini təmin edəcək.